Bu adam Leningrad meri Anatoli Sobchak'ın köməkçisi olub, portfel daşıyanı olub. Ona necə deyirlər, qulluğunda duran olub. Yəni katibə olub. Faktiki olaraq sadə el dili ilə desək, kağız-kağızları sumkasına aparıb gətirən olub. Yəni bunun hansısa belə deyək də böyük bir dünya savadı, böyük bir dünya görüşü olmayıb. Bu Yeltsinin yani içki düşkünü olan Boris Nikolaevich Yeltsin'in döneminde xoşbəxtlik quşu bunun başına konulup ve Yeltsin bunu baba efir rejissoruna teşekkür eləyirəm. Baba bu şəkil, bu şəkil. Bu şəkildən sonra baxın sağında Sarkozy, solunda da Berlusconi hansı ki o da artıq yoxdur. O sonradan yani bu güya dövlət başçısıydı. Təsəvvür edirsiniz de değerli dostlar. Bugün bu adam dünya siyasetine kıymet verir. Sen bilirsen ki bütün dünya kameraları, mikrofonları sana tuşlanıb. Ama sen içkiden, görün ne kadar bunların nefesi de içkiyle gedib gelir. Bu adam indi Almaniyanı hədələyir.